Hər bürcün özünü inkişaf etdirməsi üçün fərqli yollar var. Kimisi səbirli olmalı, kimisi isə daha açıq fikirli davranmalıdır. Gəlin, hər bürc üçün özünü inkişaf etdirməyin ən yaxşı yollarına baxaq. Qoç, səbirli olmağı və strategiya qurmağı öyrənmək. Qoçlar çox enerjili və lider ruhlu olsalar da, bəzən tələsik qərarlar verə bilirlər. Daha səbirli olmaq və uzun müddətli planlar qurmaq onlara uğur qazandıracaq. Meditasiya və planlı hərəkət etməyi öyrənmək faydalıdır. Buğa, dəyişikliklərə açıq olmaq və elastikliyi artırmaq. Buğalar sabitliyi sevirlər, lakin bəzən dəyişikliklərə qarşı müqavimət göstərirlər. Daha açıq fikirli olmaq və yeni imkanlara adaptasiya olunmaq üçün kiçik risklər almaq onlara müsbət təsir edər. Əkizlər, dərinləşmək və diqqət dağınıqlığını azaltmaq. Əkizlər çox maraqlı və ünsiyyətcildirlər, lakin bir mövzuya uzun müddət fokuslanmaqda çətinlik çəkə bilərlər. Daha dərin bilik əldə etmək və davamlılıq göstərmək üçün müəyyən bir sahədə ustalaşmağa çalışmalıdırlar. Xərçəng, özünə inamı gücləndirmək və emosional sərhədlər qurmaq. Xərçənglər çox həssas və qayğıkeş olduqları üçün bəzən başqalarının problemlərini həddindən artıq öz üzərlərinə götürə bilərlər. Emosional sərhədlər qoymaq və özlərini daha çox dəyərləndirmək vacibdir. Şir, ekonu idarə etmək və kollektiv işə açıq olmaq. Şirlər diqqət mərkəzində olmağı sevirlər, lakin bəzən egoları onları səhv qərarlar verməyə yönəldə bilər. Komanda işinə açıq olmaq və başqalarını da ön plana çıxarmağı öyrənmək onların inkişafına kömək edər. Qız özünü tənqidi yumşaltmaq və rahatlığı qəbul etmək. Qızlar çox detallı və mükəmməllikçi olduqları üçün bəzən özlərini həddindən artıq tənqid edirlər. Hər şeyin mükəmməl olmasının vacib olmadığını qəbul edib, rahatlamağı və spontan olmağı öyrənməlidirlər. Tərəzi, qətiyyətli olmaq və öz qərarlarına inanmaq. Tərəzilər balans yaratmağı sevirlər, lakin bəzən qərarsız ola bilirlər. Daha qətiyyətli olmaq və başqalarının fikirlərinə həddindən artıq bağlı qalmamaq üçün daxili güclərini inkişaf etdirməlidirlər. Əqrəb, keçmişi buraxmaq və bağışlamağı öyrənmək. Əqrəblər dərin emosiyalar yaşayan və tez-tez keçmişə ilişib qalan insanlardır. Daha rahat və azad bir həyat üçün bağışlamağı və keçmişi geridə qoymağı öyrənməlidirlər. Oxatan, fokusu qorumaq və məsuliyyətləri gecikdirməmək. Oxatanlar azadlığı sevirlər, lakin bəzən planlı hərəkət etməkdə çətinlik çəkirlər. Məsuliyyətlərini vaxtında yerinə yetirmək və daha nizamlı olmaq onlara daha uğurlu olmağa kömək edər. Oğlaq, duyğularını ifadə etmək və işdən başqa şeylərə də vaxt ayırmaq. Oğlaqlar iş və məsuliyyətləri ön plana çəkdikləri üçün emosional